Məşhur fransız heykəltaraşı Auguste Rodin Parisdə kasıb ailədə anadan olmuşdu. Uşaqlıqda kömür və təbaşirlə divarlarda şəkil çəkirdi. 14 yaşı olanda atası onu ödənişsiz olan İncəsənət məktəbinə verir. Auguste burada 3 il oxuyur. Məktəbdə zərgərlik, rəssamlıq və dekoratorluqdan dərs keçirilirdi. Sonra Rodin Yüksək İncəsənət Akademiyasına daxil olmaq istəyir. 3 dəfə çalışsa da ora daxil ola bilmir. 21 yaşında valideynlərini saxladığı üçün Rodin hər işdə çalışır. Dekorator, usta köməkçisi olur. Auguste Rodin Roza Beri adlı tikişçi bir xanımla uzun il birlikdə yaşayır. Roza onun ilk modeli olur. Qadının ölümünə bir ay qalmış, Auguste onunla evlənir. Həmçinin Auguste Rodin'in heykəltaraş xanım olan Camilla Claudel ilə çox yaxın münasibətləri olur. Muzeylərdə Rodin'in xahişinə görə onların əsərləri birlikdə nümayiş etdirilir. Lakin Camilla Claudel ömrünün yarısını psixi xəstəxanada keçirməli olur. 36 yaşından sonra Rodin'ə məşhurluq gəlir. Onun emalatxanasında 50 nəfər köməkçisi olur. 1880-ci ildə Parisdə dekorativ İncəsənət muzeyi tikiləcəkdi. Rodin dövlətdən ilk böyük bir sifariş alır. Rodin 6 metr hündürlüyü olan muzeyin qapısını bürücdən işləməli idi. Rodin işinə Cəhənnəm qapısı adı verir və Dante komediyasına uyğun bir tərzdə işləyir. Lakin 37 il keçməsinə baxmayaraq nə muzey, nə də sifariş hazır olur. 23 ildən sonra rəssam dövlətə aldığı avansı geri qaytarır. Qapı heykəltaraşın ölümündən sonra hazırlanıb. Qapının üzərində olan fiqurlar ayrı-ayrılıqda heykəltaraşa şöhrət qazandırmışdı. Lap bu fikirli insan kimi. Heykəltaraş sifarişlə bu heykəli düz 10 dəfə bürüncdən hazırlamışdı. Sağlığında onu Mikelangelo'ya bənzədirdilər. Rodin'in işlədiyi burnu sınmış adam heykəli elə Mikelangelo'ya həsr olunub.